Nə etsəniz də bilinçikləriniz cırılmayacaq. Bu reseptlə dünyanın ən elastik bilinçiklərini hazırlayacaqsınız. Amma bu videoda 2 cür sizə börək hazırlayacağım. Bunu bilinçiklə hazırlayıb dadına doymayacaqsınız. İçli üçün toyuq filesi, soğan, qarğıdalı konservi və keşniş lazımdır. Bu resept üçün bizə toyuq filesi lazımdır. Çünki toyuq filesi, qarğıdalı və Holland pendiri bir-birini tamamlayan ən ləzzətli üçlüdür. 2 ədəd yumurta, 1 çimdik duz, 1 çay qaşığı şəkər tozu, 1 stəkan su, 1 stəkan süd, yarı stəkan duru yağ, 1 çay qaşığı soda və un. Mütləq həm sudan, həm süddən istifadə edin. Belə olanda bilincik xəmirləriniz elastik olur, cırılmır. Xəmiriniz nə duru, nə sulu olmalıdır. Orta qatlıqda bir sıyıq edin. Alınan qarışımı da süzgəcdən keçirin ki, bilincikləriniz daha hamar olsun. İlk istifadədə tavanı mütləq yağlayın. Mən 2 cür bilincik hazırladım. Birinci bu formada yığdım, qabımı qəşəng yağladım. Uzun rulet formasında bilinciklər hazırladım. İçli içərisinə doldurdum. Öncədən istirilmiş 200 dərəcəli sobada bişirdim. Üzərinə yumurta sarısı və dur yağ əlavə elədim. Üzərinə bol Holland pendiri əlavə edib sobada başladım bişirməyə. Digərinin isə içərisinə əlavə elədim. Bu formada bilincik tavasında elə qızartdım. Belə də çox ləzzətli alındı. Birinin içərisi belə bol pendirli idi, birinin isə üzəri. Elə isti-isti servis edin, çox ləzzətlidir. Bunu mütləq sizin dadına doymayacaqsınız. Bu qədər. Nuş olsun, göz haqqınızı halal edin. Bu və ya daha maraqlı videoların ardı üçün məni izləməyi unutmayın. Nuş olsun, göz haqqınızı halal edin. Özünüzə yaxşı baxın, sevgi ilə qalın. Hələlik.